Bizim xalqda mentalitet deyəndə deyirlər bizim xalqın qonaqpərvərlik xüsusiyyəti var. Yalan danışırsınız. Kim ki qonaqpərvərlik var, qonaqpərvərlikdən ağız dolu danışır, ağız dolusu. O insanları heç qonaqpərvər görmədim. Əsas da ki Azərbaycanın biz tərəf şimal-qərb, sonra şimal Quba-Qusar, Xaçmaz, sonra cənub-qərb Talış bölgəsi. Yəni mən bu insanlarda elə bir həqiqətən də səmimilik, açıq qonaqpərvərlik görmüşəm. İnci məsələ Aran bölgəsi və digər bölgə istifadə eləməyə çalışır. Yəni özləri getməyə, özləri hər şeyi istəməyə, amma növbə özlərinə çatanda isə qaçıb, gizlənməyə, bəhanələr ürətməyə. Ona görə də qonaqpərvər olan insanlar da öz canlarının, enerjilərinin, maddiyyatlarının qədrini bilməlidir. Çünki pislərə nə qədər dözüm göstərdikcə bu iyilərə qarşı cinayətdir. Çünki sonra yaxşılar çıxanda adamın nə enerjisi qalır, nə zamanı. Və vaxtilə Yasemin adlı kitabı oxuyanda orada Yahudilərin gözəl bir adəti ilə tanış oldum. Deməli, Yahudi olan ərəb qızını sevir və ərəb qızının ailəsi imkanlıdır və onu qonaq çağırır. Amma Yahudi olan getmir, deyir ki, siz məni qonaq çağırırsınız və siz məni necə qonaq edibsiz, o gözəl şəraitdə, o cür yeməklər, mən də bunun əvəzini verməliyəm. Yəni əvəz deyil də, yəni ki, alma vermə dəngəsini pozmamaq lazımdır. Amma deyim, mən bunu edə bilməyəcəm. Mən çox, belə deyək də, şəraiti olmayan evdə qalıram. Yəni imkanım da o dərəcədə deyil. Ona görə də çox sağ olun, mən sizin qonaq çağırmaq dəvətinizi geri çevirməli olacağam. Və görürsünüz, yəni Yahudilər həqiqətən də ağıllı millətdir. Ağıllı olmağa da məcburdur, azdılar və ağıllı olduqlarına görə də həmişə dünyanın qısqanc mənbəyi olub. Bilirsiniz ki, insanlar ağıllı, bilgili kəsimi sevmirlər. Ona görə də yəni mən hər bir toplumda, hər bir xalqda, millətdə gözəl nələrisə qeyd etməyi sevirəm və biz bax elə gözəl şeylərdən örnək götürməliyik. Yoxsa ki, ay biz qonaqpərvərik deyilsiniz əzizlərim. Deyilsiniz. Kim ki onu deyir, ağız dolusu danışır. Onlar deyil. Ümumiyyətlə həyatda görmüşəm ki, kim nə edirsə onun haqqında bağır-bağır bağırmır.